Bugün sizlərə rasional kəsirlər, rasional ifadələr haqqında danışacağım. Gəlin görək, rasional ifadələr nədir? Ümumiyyətlə, rasional ifadələr deyəndə bizim ağlımıza hər hansı bir fraction gələcək və bu fraction numeratorı və denominatoru hər ikisi polinomiallardan ibarət olmalıdır. Yəni ki, dəyişənlər olmalıdır. Həm məxrəcdə, həm də sürətdə dəyişən olan kəsirlərə rasional ifadələr deyəcəyik. Və rasional kəsirlərdə qızıl bir qayda var ki, biz düşünməliyik ki, həmin rasional kəsirin denominatoru heç bir zaman 0 olmamalıdır. Çünki bilirik ki, kəsirlər əslində bizə bölməni xatırladır. Biz məxrəcə bölən kimi yanaşırıq və bölən heç vaxt 0 olmamalıdır. Yəni, bu riyaziyyatın əsas qaydasıdır. Ona görə də biz həmişə denominatoru 0-dan fərqli olduğuna əmin olmalıyıq. Yəni, belə bir suala baxaq. Bizə deyir ki, belə bir ifadəni sadələşdirin. Ümumiyyətlə, SAT rasional ifadələrlə doludur. Yəni, ona görə bu sualı həll etməyə mütləq şəkildə diqqət etmək lazımdır. Həmçinin denominatorun 0-dan fərqli olma şərtini isə mütləq vurğulamaq lazımdır. Məsələn, belə bir ifadə verilib. Gördüyünüz kimi, sürətində x kvadrat çıx 9. Bu bizə bir formulu xatırladacaq. O formuldan istifadə edəcək. Məxrəcdə isə x çıxılsın 3 şəklindədir. Gəlin görək bunu necə həll edəcəyik. Öncəliklə, numeratorumuzu vuruqlarına ayırmalıyıq. Yəni, bu bilirsiniz ki, 9-u 3-ün kvadrat kimi yazsaq, bu bizə a çıx b, a üstə gəl b üstünü xatırladır. Yəni, bir dəfə x çıx 3, bir dəfə də x üstə gəlsin 3 yazmaqla bu ifadənin vuruqlarını ayıracaq. Daha sonra onun sürətdə yazsaq, yəni numeratorda yazsaq, gördüyünüz kimi x çıx 3 ifadəsi aşağıdakı x çıx 3 ifadəsi ilə ixtisar gedir. İxtisar gedəndən sonra təbii ki, bir dənə sürətdə x üstə gəlsin 3 ifadəsi qalacaq və biz düşünürük ki, bu ifadəni həll elədik, sonunda cavab x üstə gəlsin 3 olacaq. Amma burada mütləq dediyimiz kimi o denominator üçün qoyduğumuz şərtlə yoxlamalıyıq. Yəni, denominatorumuzda bizim x çıx 3 var idi. Həmin x çıx 3 0-dan fərqli olmalıdır. 0-a bərabər olmamalıdır. Bəs x çıx 3-ün 0-a hansı qiymət bərabər eləyərdi? Təbii ki, x-in yerinə 3 olsaydı. 3 çıx 3 0 eləyərdi. Ona görə x 3-dən fərqli olmalıdır. Deməli, ümumi yekun cavabımız x üstə gəlsin 3, amma x fərqlidir 3 olmalıdır. Bu qədər.